Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aprelin 29-da məktəbin 5-ci sinifin 5 şagirdi özlərini narahat hiss edib. 189-190 nömrəli tam orta ümumi təhsil məktəbindən bildirilib ki, məktəb rəhbərliyi və məktəbdə fəaliyyət göstərən Uşaq Müdafiəsi İdarəsinin əməkdaşları tərəfindən dərhal təhsil tibbi yardıma məlumat verilib və şagirdlər müayinə üçün publik səhiyyə müəssisəsinə aparılıb. Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verir. İlkin araşdırma nəticəsində məlum olub ki, şagirdlər evdən gətirdikləri şokoladı yedikdən sonra onlarda qarın ağrısı və ürəkbulanma əlamətləri müşahidə olunub. Fabiq müayinələrinə və tibbi prosedurlardan sonra şagirdlər evə buraxılıb.